Abşeron polisi də öz kirayənişindən oğurluq edən ev sahibini həbs edib. Abşeron polisi kirayənişindən oğurluq edən ev sahibinin qolunu qandallayıb. Xırdalan şəhəri Tağıyev küçəsi 5 ünvanında yaşayan Həsənova Aynur Məmməd qızı polisə müraciət edərək bildirib ki, kirayəyə qaldığı evin vanna otağından istifadə etdikdən sonra qızıl boyunbağı yoxa çıxıb. Xanımın şikayəti əsasında həmin ünvana baxış keçirən şöbə əməkdaşları qısa zaman ərzində şübhəlinin izinə düşüblər. Məlum olub ki, kirayənişinin qızıl boyunbağını ev sahibinin oğlu Şahkərəmov Tərlan Şahkərəmoğlu oğurlayıb. Həyətdə də bir dənə hamamdır. Yəni o pişiyə aiddir o. Kirayələr də çimir, yəni bizim ailədə çimir. Getdim hamama çimməyə, hamamdan çıxanda gördüm daşın üstündə qızıl boyunbağı var, qadın boyunbağısıdır. Çıxdım bir mən işə gedəndə əlimi atdım cibimə və səpə çıxartdım, anamı verəndə anam soruşdu ki, kimindir? Dedim bir yaxın yoldaş var, qızındır, onundur. Götürəcəm səndən işə gedirəm, gəlib götürəcəm. Polisin tutarlı dəlilləri əsasında əməlini etiraf edən Tərlan ifadəsində törətdiyi əməlinə aydınlıq da gətirib. Kərəmov Tərlan Şəhkərəmoğlu əvvəllər cinayət məsuliyyətindən cəlb olunmuşdur, xuliqanlıq maddəsi ilə əvvəllər məhkum olunmuşdur. O göstərmişdir ki, pula ehtiyacı olduğu üçün həmin qızıl boyunbağını oğurlamışdır. Faktla bağlı başlanılan cinayət işinin istintaqı davam edir. İstintaqın gedişi zamanı Tərlanın oxşar əməllərinin olub-olmamasına da aydınlıq gətiriləcək.